Elbette ki bu Ramzan Kadyrov meselesi tek bir hadise değil. Yani Rusya'da bu günləri hakimiyyətdə olan yaxud da ki bu və digər regiona rəhbərlik edən başçıların hamısı demək olar ki özü üçün qaçış yeri saxlayıblar və onlardan demək olar ki bəlkə də heç birinin ailəsi Rusiyada deyil və bunun bu barədə Rusiya prezidentinin də xəbəri var və xüsusilə Ramzan Kadyrov gəlincə o çoxdan Ərəb şeyxləri ilə birgə iş görürdü və onun ailəsi ən yaxın adamlar demək olar ki Dubayda və digər Ərəb ölkələrində, Səudiyyə Ərəbistanında və digər Ərəb ölkələrində məskunlaşıblar və bu da təbii ki Rusiyanın və Putin rejiminin çöküşü zamanı qaçış strategiyasıdır. Və mən amma bu günləri Ramzan Kadyrovla Rusiya prezidenti Putin arasında problemin yüksək səviyyəyə çatması haqqında fikirlər yaxud da ki bildirilən məlumatlar mən düşünürəm ki müəyyən qədər şişirilə bilər. Ona görə ki bu hadisələr bəzən elə hadisələr deyil ki bunu ictimaiyyətdən gizlətmək olsun və bu hadisələr tam ictimaiyyətə çatdırılmır. Sadəcə ara sıra sızan məlumatlar bildirilir, məlumatlarda bildirilir ki onlar arasında problemlər var və problemlər getdikcə dərinləşir. Təbii ki indi Ramzan Kadyrova Putinin təsir mexanizmi hələ güclüdür. Ona görə ki Putin özü belə hakimiyyətə çox ciddi şəkildə oturmuşdur. Ramzan Kadyrov yaxud da ki digər Rusiyanın digər respublikaların başçıları o zaman ayağa qalxarlar yaxud da ki Putinə qarşı ciddi fəaliyyətə başlayarlar ki Putinin hakimiyyəti müəyyən qədər laxlasın, silkələnsin. Amma bugün biz bunu müşahidə etmirik və eyni zamanda Rusiya-Ukrayna müharibəsi nəticəsində də Putinin vəziyyətinin ağır olduğu təəssüratı da yaranmır. Danışıqlar prosesi gedir və bu danışıqlar prosesi gec-tez nə iləsə nəticələnməlidir və Putin də məhz vəziyyəti başa düşür. Yəni o bilir ki, əgər hər hansı bir hadisə baş verərsə, yaxud da ki Putinin nəzarəti zəifləyərsə, bu ölkələrdə, bu respublikalarda onlar Putinə qarşı çıxıb xarici düşmənlərlə birləşə bilərlər. Ona görə Putin ciddi şəkildə bu ölkələri nəzarətdə saxlayır və öz işini ehtiyatlı görür.